Lalə xanım necəsiniz? Çox sağ olun, yaxşıyam, həkim, çox sağ olun. Lalə xanım, siz mənim çoxdan olan bir pasientlərimdən birisiniz və sizi bura çağırmam məqsədim pasientlərim üçün, xanımlarım üçün əsas olaraq bir motivasiya və bu prosesi başa salmaq və onlar da bu hissləri yaşayırlarsa, bizə belə deyim, e, özünü əmanət eləyərək müraciət eləsinlər. Yəni bizə güvənərək müraciət eləsinlər. Və bir pasientin hekayəsi hamıya əlbəttə ki, çox maraqlıdır. O nədən keçibdir və o həmənki o pasientləri nə gözləyir, onu bilmək istəyərlər. Ona görə sizi bura çağırmışam, dəvət eləmişəm. Çox sağ olun ki, məni qırmamısınız. Demək Lalə xanım, özünüz barədə bir məlumat verərdiniz zəhmət olmasa. Adım Lalə, artıq 14 ildir ki, sonsuzluqla mübarizə aparıram. Şükür ki, sizin sayənizdə, Allahın izni ilə, yəni bu hissləri mən də yaşadım, çox sağ olun. Düzdür, çox çətin keçdi. 14 il, yəni az deyil, çoxdur və hər bir xanıma da arzu eləyirəm ki, yəni bu hissləri, yəni tez bir zamanda yaşasınlar. Yəni hər bir evdən övlad səsi gəlsin, uşaq səsi gəlsin hər bir evdən. Tamam. Yaşınız neçədir? Yaşım 38 yaşım var. 8 yaş, 24 yaşınızda ailə qurmusunuz. Bəli, 24 yaşımda ailə Yoldaşınızın qurmuşam. yaşı? O da 38 yaşı var. Yoldaşımın da 18, eyni yaşdasınız. eyni yaşdayıq. Bəli. Demək, neçə il sonra ailə qurduqdan sonra siz övlad planlaşdırdınız? Yəni ailə, yəni tamamlamaq istədiniz də, hamiləlik planlaşdırdınız. Artıq 2 ildən sonra ailədə artıq övlad istədik, yəni bir ailəyə övlad istədik olsun. Lakin çox cəhd elədik, çox həkimlərə getdik. Yəni Bir bir sual neçə verim. həkimdə oldu. İndi sizin oputunuz çoxalıb da, xəstə nə qədər həkim gəzdikcə belə deyim, bir pasientin adi müayinələrdən belə başı çıxmağa başlayır və hansı müayinələrdən keçməlidir? Yəni sizcə düzgünmü həkimlərə birinci müraciət elədiniz? Yəni düzgünmü həkimlərin yanında oldunuzmu? Məncə yox. Yəni çox həkimdən getdim və düzgün diaqnoz qoyan oldu da, olmadı da. Yəni düzgün müalicə eləyən də Amma bir ildən oldu. artıq siz bir dənə xəstəlik barədə müalicə başladınız almağa, amma mənim yanıma 2 il öncə müraciət elədiniz və biz sizə suni mayalanma təklif elədik. Çünki yumurtalıqların keyfiyyətini olmadığını başa düşmüşdük. Bundan bizdən öncə də sonsuzluq həkimlərin yanında olmuşdu. Yəni sonsuzluqla məşğul olan həkimlərin yanında. Bizə müraciət eləyəndə hansı hissləri keçirmisiniz? Yəni bizə kimi nələr eləmisiniz? Onu danışa bilərsinizmi? İlk öncə sizə təşəkkürümü bildirirəm. İlk öncə əvvəl mənə çanaq vərəmi diaqnozu qoyuldu və sizin yanınıza gəldim. Siz yönəltdiniz və mən müalicəmi aldım. 1 il o müalicəni aldım. Müalicədən sonra ona qədər də müəyyən mərhələlərdən keçdim. Histeroskopiya, boru yoxlanışı, onun kimi proseslərdən keçdim və təzədən sizə yenə müraciət elədim və Histeroskopi biz desə yönəltmişdik bəli, də sizi. yönəltmişdiniz, Aha. bəli. Və bu proseslərdən sonra süni mayalama prosesini başlamağı Biz sizə vərəm biz bilirik ki, çanaq vərəmində yumurtalıqların keyfiyyəti də itməyə başlayır və ona görə narahat olmayın, bu bütün məlumat hamısı konfidensialdır, zaten sizi də tanımırlar. Yumurta donasyonu sizə təklif elədik və belə deyim, siz o qərarı almaq üçün ki, hə, doktorun məsləhəti ilə mən buna baş tutum, nələr keçirdiniz? Yəni evdə yoldaşınızla hansı söhbətlər oldu? Həmənmi o qərarı aldınızmı, yoxsa biraz vaxt aldı fikirləşməyiniz filan? Bir müddət fikirləşdik, əlbəttə ki, yoldaşımla məsləhətləşdik. Həm yaşımıza görə, həm zaman çox azdır. Yəni qadınlarda 35-38 yaşından sonra hamiləlik qalmaq çox çətin olur. Və ona görə də qərarı aldıq ki, yəni sizin verdiyiniz həmin o donor şərti ilə qəbul edək və çünki başqa yəni seçim etmək indi o yaşında deyildik. Biz düşünürdük ki, artıq 38 yaş az deyil.
Bizdən öncə də Öncədən. zaten sonsuzluq mərkəzlərində Bəli, bəli. olmusunuz və denəmələriniz olubdu, hamısı neqativ olubdu. Neqativ olubdu, Ona bəli. görə bizə artıq müraciət eləyəndə bu məqamı demək istəyirəm ki, artıq yenə də gəl proba eləyək, yenə də şans ver bizə, biz sənin öz yumurtalığından proba eləyək. Yəni həm yaşınız gedib, həm maddiyyətiniz gedibdir. Çünki maddiyyət çox böyük bir rol oynayır. Ona görə biz bu yolu seçdik sizinlə bir yerdə. Yoldaşınız sizə sizi podдержка oldumu yəni? Qərarınıza necə baxdı? Qərarıma çox yaxşı baxdı, Hı -hı. çox sevindi. Yəni ki, bir çıxış yolu var Yəni deyə də bir yəni. həm çıxış yolu var, həm şans var, bir ümid oldu bizə. Tamam, süni mayalamaya başlayanda necə, hansı hissləri keçirdiniz? Yəni pasiyentlər məsələn gəlirlər süni mayalama başa düşmürlər ki, heç nədir. Yəni hansı etaplardan keçmisiniz? Onu danışa bilərsinizmi pasiyentlər üçün? O etaplar ilk növbədə birinci süni mayalama eləyəndə, ilk dəfə eləyəndə məlumatım yox idi. Yəni heç bir məlumatım yox idi. Ancaq ikinci və üçüncü süni mayalamada artıq o hissləri yenə də amma birinci kimi həmin həyəcanı yaşayırsan. Yəni o hissləri yaşayırsan ki, yəni o dönəmi gözləyirsən, yumurtanın mayalanması, qoyulması, transfer hamısını yəni səbirsizliklə gözləyirsən nəticəni. Ümidləriniz çoxmu qırılıb? Ümidlərim çox qırılıb. Hətta elə oldu ki, yəni deyirdim ki, əlimi üzmüşdüm. Yəni ki, deyirdim ki, daha olmayacaq. O hissiyatı keçirirsinizmi ki, bu uşaq mənim uşağım deyil və yaxud ki, bu uşaq mənə oxşamayacaq və yaxud ki, nə bilim, bunun genetikası mənə aid deyil, mən buna necə öyrəşəcəm? Yox, yəni heç vaxt elə düşünmərəm. Çünki uşaqları özüm çox sevirəm. Yəni fərqi yoxdur mənim üçün. Məsələn də öz qohumum, yaxınım uşağı belə mənə çox doğma gəlir. Yəni o mənim yəni öz bətnimdə olan bir insan, yəni heç vaxt mənə yad ola Zaten bilməz. özünüz o hamileliyi daşıyırsınız. Sizin qanınızla böyüyür, göbəcəyiniz bir yerdə bağlı olub bir-birinə. Yəni onu ürəyin döyüntüsüz sizin bətnizdədir. Yəni onu hiss Bəli. eləyirsiniz. Bir yerdə döyünür ürəyiniz. Tamam. Birinci dəfə transferimiz neqativ olmuşdu. Yadıma gəlir. Bəli. Çox ağladınız, çox kövrək idiniz o vaxtlar. Nə hisslər keçirdiniz? Yəni fikirləşdinizmi ikinci dəfə yenə alınmayacaq? İkinci dəfə ümidim daha çox idi. Həm ikinci dəfə artıq o analizləri verəndən sonra artıq bilirdim ki, məndə problemim yoxdur. Arxayın idim ki, yəni ikinci dəfə tutacaq. Ancaq birinci dəfə şans özüm də hiss edirdim ki, şansım azdır. Niyə? Birinci dəfədən nəyisə həmişə birinci dəfədən qorxuram ki, yəni birinci dəfə risk məsələn eləyirsən birinci şans, amma ikinci dəfə deyirdim ki, yəni alınacaq. Özümə inam yarandı, daha çox inam. İnam çox önəmlidir. Çünki bir həkimə inamla gələndə o həmişə pozitiv nəticələnir. Neqativ olanda, yəni hamiləliyiniz bilirəm ki, yoldaşınızın da aranızda problemləri oldu. O barədə danışa bilərsinizmi? Bir xanımlara nə məsləhət görərsiniz? Hətta mən demişdim ki, ikinci transferi yoldaşınızdan gizlədin. Hə, o Sürpriz eləyin. yoldaşım mən narahat oluram, yoldaşım amma məndən 2 qat narahat olur. Ki o da Transfer vaxtları bu 10 gün ərzində cavabı gözləyənə kimi yoldaşınız sizə dəstək olubmu? çox dəstək oldu. Çox gözəl dəstək oldu. Yəni hər zaman yanımda idi. Tez-tez məsələn soruşurdu əhvalımı, sağlığımı soruşurdu, maraqlanırdı hər şeylə. Pozitiv çıxanda cavab nə hisslər keçirdiniz? Pozitiv çıxanda cavab ilk çıxanda elə yoldaşımla ilk bölüşdüm. Onunla bölüşdüm, anamla bölüşdüm. Yəni sevincimi ilk ən çox mənim üzərimdə əziyyəti olan yoldaşım və anamla bölüşdüm onlarla. Amma deyəsən qohumlar hələ bilmir heç kim. Yox, hələ bilmirlər. Süni mayalanma zamanı pasiyentlərə nə məsləhət görərsiniz? Yəni çox insanlar buna pis baxırlar. Amma vaxtları da gedir, yaşları gedir. Nə məsləhət görə bilərsiniz? Əgər məsələn məsləhətim odur ki, əgər yaş ötürsə, zaman tez Məsələn, neçə gedir. ilin ərzində hamilelik baş vermirsə, süni mayalamaya müraciət Mən edə çox bilərlər. məsələn kaş ki məsələn də sizi bir 10 il bundan qabaq bəlkə də tanısaydım,
başqa yenə də yaxşı olardı, amma yenə də qismət. Çünki çox kaş ki deyirəm, kaş niyə 14 il mən gözləmişəm, niyə 14 il? Yəni zamanım, vaxtım gedib, Düzdür. çox gedirdi. Səbir Ona görə tükənir. səbr gedir, insanın yaş ötür. Ona görə kaş ki deyərdim ki, 10 il bundan öncə sizi tanıyardım. İnşallah pasientlərə məsləhətim olur ki, vaxt itirməsinlər. Ona görə biz deyirik ki, artıq bütün müayinələrdən keçmisiniz. Hətta hər şey yaxşı görsənir, amma səbəbi tapa bilmirlər. Səbəb olmayan sonsuzluq belə deyirlərsə, vaxt itirməsinlər. Çünki hardasa bir səbəb var, amma bilmirik. Yumurta keyfiyyətsiz ola bilər, sperma keyfiyyətsiz ola bilər, mayalanmaya bilər. Burada səbəbi sizdə gördülər, düzdürmü? Bəli. Ki, mayalanmırdı yumurtalar, embrion olmurdular. Amma əsas odur ki, axırında yaxşı nəticələndə sizə də çox təşəkkürümü bildirirəm. Bir xanımlar üçün bir dəstək olursunuz. Bir xanımın hansısa bir hekayəsi, o birisi bir xanım üçün bir motivasiyadır. Axır pozitiv qurtarırsa əlbəttə ki. Ona görə İnşallah sağ-salamat qucağınıza alasınız. Hamiləliyin ortasındasınız. Cinsiyyət hələn bilmirsiniz. Yox, hələ bilinmir. Bilinəcək. Ultrazas müayinəsi yaxınlaşır zaten, orada bilinəcək. İşte sizə də uğurlar. Arzu eləyirəm. Çox sağ olun, sizə də minnətdaram. Təşəkkür. Sağ olun. Bir ilin ərzində hamiləlik planlaşdırırsınızsa və hamiləlik baş vermirsə, mütləq mama ginekoloqa müraciət eləyin. Sonsuzluq diaqnozu qoyublarsa və bir il neçə ərzində həkimləri gəzirsiniz və heç bir nəticə ala bilmirsiniz, bizə sonsuzluq mərkəzə müraciət eləyə bilərsiniz. Biz sizi düzgün yola və maddiyyətinizi belə deyim, çox xərcləmədən düzgün yola çıxmağınıza kömək olacaq. Uğurlar sizə.